Münasibətlərə qiymət verərkən Türkmənistanla biz bir neçə istiqamət üzrə yanaşmalıyıq. Birincisi, münasibətlər o zaman yüksək səviyyədə olur ki, burada bir siyasi iradə ortada olsun. Yəni Azərbaycan prezidenti Cənab İlham Əliyev, yəni dünya səviyyəli bir lider, qardaş Türkmənistan dövləti ilə siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrin inkişafı ilə bağlı siyasi iradə ortaya qoyub. Türkmənistan tərəfi də eyni iradəni qoyub, bəli qoyub. Əks halda indiki səviyyə təmin edilməzdir. İqtisadi əlaqələrimiz sürətlə inkişaf edir və xüsusilə də enerji təhlükəsizliyi məsələlərində dünyada Azərbaycanın da, Türkmənistanın da çəkisi kifayət qədər böyükdür. Və bugünkü reallıqlar fonunda, yəni hər bir dövlətin milli təhlükəsizlik konsepsiyasında enerji təhlükəsizliyi birinci yerdə dayanır. Əvvəllər biz deyirik ki, enerji təhlükəsizliyi əsas amillərdən biridir, daha biri deyil, elə birincisidir. Və nəzərə alsaq ki, Türkmənistan sözün həqiqi mənasında çox nəhəng bir deməli enerji ehtiyatlarına malik dövlətdir. Müqayisə üçün, bax, indi bir-iki rəqəm gətirim, özünüz təsəvvür eləyin də. Dünyada hər il 200 trilyon, daha doğrusu dünyanın bütün ölkələrinin 200 trilyon deməli, kubmetrlik qaz ehtiyatları təsdiqlənib. 200 trilyonu biraz ötür. İndi gəlin baxın, birinci yerdə hansı dövlətdir? Rusiyadır. 47 trilyon kubmetr qazı var, təsdiqlənmiş. İkinci yerdə İrandır, 34 trilyon kubmetr qazı var. Üçüncü yerdə Qətərdir, 24 deməli, trilyon kubmetrdir. Türkmənistan dördüncü yerdədir. Dünyanın dördüncüsüdür. 19-15, 20 trilyon kubmetr qaz ehtiyatı var. Yəni, təsəvvür edin ki, cəmisi 200 trilyondur. Elə bu dövlətlər demək olar ki, onun əsasını təşkil edir. Onlardan biri də Türkmənistandır və bizim bu dövlətlə də enerji sahəsində əməkdaşlığımız çox sürətlə inkişaf edir. Siz verilişi başlayanda orta dəhliz ifadəsi işlətdiniz və bizim ikitərəfli münasibətlərimizdə artıq enerjini qoyuram kənara. Logistika, yükdaşımalar, bağlantılar kontekstində qiymət verirsə, doğrudan da hər iki dövlət həm tarixi İpək yolunun üstündə olub, həm indiki orta dəhlizin üstündə olub və bu baxımdan da bizi birləşdirən amildir. Orta dəhliz deyəndə, bu dünyanın fabrika hesab olunan, istehsal fabrika hesab olunan Çindən, hansı ki 18 trilyon dollarlı ümumi daxili məhsula malikdir. Müqayisə üçün Birləşmiş Ştatlar 20 trilyondur. Yəni, faktiki dünyanın fövqəladə dövlətinin ardınca gələn bir dövlətdir. Hətta potensialına görə 2030-cu ildə hədəf seçiblər ki, Birləşmiş Ştatlar da ötüb keçmək. Bu dövlətdə istehsal olunan məhsullar gəlir Mərkəzi Asiya. Mərkəzi Asiyada Qazaxıstandan artıq dənizlə gəlir çıxır Azərbaycana. Azərbaycandan Gürcüstana, Azərbaycandan oradan Türkiyəyə və Avropa bazarına çıxış əldə edilir. Yəni, Çindən başlanan mallar ta Avropaya gəlib çıxır bizdən keçməklə. Analoji yol həm də Türkmənistandır. Türkmənistandan da eyni proses. Burada bir növ şaxələnmə artıq. Bəli, şaxələnmə var. Belə hər iki dövlət bu şaxələnmə siyasətinə sadiqdir. Məsələn, biz də öz neftimiz və qazımızın şaxələndirmə siyasətini həyata keçiririk. Türkmənistan da analoji vəziyyətdədir. O da öz qazını Rusiya bazarına satır, Əfqanıstan bazarına, İran bazarına və belə bir siyasəti həyata keçirir. Və bizim, bax, bu logistik baxımdan bizim mövqelərimiz üst-üstə düşür. Və həm də gələcəkdə plan var ki, yaşıl enerji bazarında da biz əməkdaşlıq edək. Və Cənab Prezidentin... Qeyd ki, hər iki ölkənin də potensialı kifayət. Böyük potensial var və Cənab Prezident İlham Əliyev söylər ki, biz 2032-ci ilə qədər, yəni 6 il ərzində 8 gigavatlıq yaşıl enerji istehsal etməyə planlaşdırırıq. Bu sahədə də əməkdaşlıq əsas hədəflərdən biridir. Çünki dünyanın inkişaf xətti budur. Və gələcəkdə də bu TRIP layihəsi və ya Zəngəzur dəhlizinin həyata keçirilməsi kontekstində bu yeni imkanlardan da, çünki TRIP layihəsi bu özü orta dəhlizin mühüm bir komponentidir, mühüm bir tərkib hissəsidir. Bu sahədə də bizim Türkmənistanla əlaqələrimizin inkişafı üçün yaxşı imkanlar yaranacaq.